getməsin. Vaxt itirməkdir bu. Mən bir neçə məqamata oxumaq istəyirəm, əgər icazə verirsinizsə hər biriniz. Bax, bu 2 ildə 130 mindən çox ali təhsil müəssisəsinə müraciət edən var. Bu həm əhalinin təbii artımının bu həddə çatmasından əlaqədardır. Təxminən 5-6 ildən sonra... Həm də yeni universitetlər açıldı da, yəqin ki, onların qəbul planları falan yerinə toxunacaq. Faktiki müraciətə gedir söhbət ki, yəni təbii artımın verdiyi bir nəticədir ki, bu hal-hazırda belədir. 5-6 il sonra təxminən 100 min həddinə qədər enəcək bu ümumi yenə müraciət sayı. Bunların içərisindən 63 min bu 2 ildə ali təhsil müəssisələrinin qəbul nəzərdə tutulub. Onların hardasa 2000-dən çoxu xüsusi təyinatlı ali təhsil müəssisələridir. 60 min 489-u isə mülki təyinatlı ali təhsil müəssisələridir. Və bunların içərisində deyərdim ki, biz ali təhsili nə üçün istəyirik kateqoriyalarına bölsək, istəklərimiz fərqli formalaşacaq. Bugünkü gündə, məsələn, xüsusi təyinatlı ali təhsil müəssisələrini seçən tələbələr, onlar deyək ki, daha çox istəyirlər. Həqiqətən də seçib tutaq ki, bu DTX Akademiyasında təhsil alacaq, bu Polis Akademiyasında təhsil alacaq, Sərhəd Qoşunları Akademiyasında və s. Bu xüsusi təyinatlı hədəfi bəllidir, hədəfi bəllidir və bunlar həqiqətən istəyirlər. İkinci kateqoriyaya gəlirik. Şəxs deyir ki, məsələn, Bakı Ali Məktəbi keyfiyyətli təhsil verir, bunu danmaq olmaz. Adam Universiteti keyfiyyətli təhsil verir. Təhsil verir, həm də onlar işlə onları təmin edirlər. O da var. Bir-bir onlara toxunacaq. Təyinat yoxdur. Tələbələr sadəcə rahat iş tapa bilir. İqtisad Universitetidir və s. Bu istiqamətdə, məsələn, İqtisad Universitetini haşiyədən kənara çıxım. Əgər bugünkü gündə İqtisad Universitetini korpusa görə seçən tələbə varsa, korpusa görə. Mən İçəri şəhər korpusundakı ixtisaslara düşmək istəyirəm, yox, mən Gənclikdəki korpusa düşmək istəmirəm. O tələbə mənim üçün tələbə deyil. Yəni, bu artıq fərqli bir anlayışla gedir universitetə. Növbəti mərhələdə gəlirik, biz hansı tələbələr təhsil almaq istəyir və yaxud da hansı şəxslər, üzr istəyirəm, tələbə dedim. Abituriyentlərin bir hissəsi də düşünür ki, onlar konkret olaraq xüsusilə oğlan tələbələr hərbi xidmətdən bir növ yayınsınlar. Hərbi xidmətdən yayınma da gəlib... 4 il gec gedəcəklər ən azından. Bəli. Bunları biz kateqoriyaya böləndə belə bir vəziyyət formalaşır. Xarici təhsil istiqamətində deyirsiniz, rastlaşdım 3 nəfər, 4 nəfərlə. Baxın, həmin o 3 nəfər, 4 nəfər də bizim indi 63 min plan yeri doldu. Kifayət qədər, harasa deyək ki, bir yarısı qədər kənarda qaldı. Və onunla kənarda qalanların 16 mini bu ölkədə qəbul olacaq orta ixtisas təhsil müəssisələrinə, kollec istiqamətinə. Onların da bir 5-6 mini qəbul olacaq peşə təhsil istiqamətinə. Yerdə harasa bir 40 min nəfər heç ara qəbul olmayan kontingent formalaşır. Və o 40 min nəfər hansı ki, müsabiqə şərtini ödəməyib, ya 50 balın altı və yaxud da 100 balın altı nəticəsi var. Və həmin şəxslər artıq üst tuturlar xaricə təhsil. Mir Yusuf bəyə müraciət eləyir və yaxud da alternativ kiməsə müraciət edir ki, onlar xaricə təhsil alsınlar. Amma xaricə təhsil almaq məsələsində, yəqin ki, Mir Yusuf mənim bu sözümdən inciməz, şəxslər var ki, məsələn, onlar konkret dövlət proqramına qoşulur. Dövlətimiz tərəfindən sosial-iqtisadi proqramda xaricə təhsil almaq üçün 2022-2026 plus 2 ildə artırıldı, 2028-ci ilə qədər dünyanın əksər ölkələrində, nüfuzlu ölkələrdə təhsil almaq üçün dövlət büdcəsindən müəyyən maliyyə ayrılır ki, onlar gedib xaricə təhsil alsınlar. Bakalavr istiqamətində 20% nəzərdə tutulub, 40% magistratura istiqamətinə, digər isə doktorantura istiqamətinə. İndi siz təsəvvür edirsiniz ki, onlar da konkret xaricə təhsil almaq istəyən, bunlar da yenə istəkli şəxslərdir. Bunlar xaricə təhsil almağı həqiqətən istəyirlər və rəsmi qəbul alırlar. Sabah ölkə geri qayıdanda diplomların tanınması ilə bağlı problemlə üzləşmirlər. Amma dediyimiz o ali təhsil alsın, tək ali təhsil alsın, hərbi xidmətdən yayınsın. Onlar müraciət etdilər, tutaq ki, Mir Yusuf bəyəcək, onlar xarici təhsil almağa yönləndilər. Amma onlarda ümumi dünya görüşlərində müəyyən dəyişikliklər baş verir. Və çox rahatlıqla da ali təhsil universitetləri bitirmirlər. Hətta aralarında 5 ilə 6 ilə bitirənlər olur. Bəli. Türkiyədə məsələn... Tam ixtisası yələndikdən sonra bitirirlər. Bəli, eyni ilə. Məsələn, qaydadan sonra onlar bir hüquqi təhsil dediniz. Bəli, mən sizə razıyam. Hüquqi təhsil hər bir ölkəyə görə fərqlidir. Beynəlxalq hüquq deyək ki, hardasa anlaşılandı, amma hər bir ölkənin hüquqi təhsili var. Amma geri qayıtdıqdan sonra artıq dövlət imtahan mərkəzi onlar üçün hüquq istiqamətində bir də imtahan keçirir. Diplomun tanınması ilə bağlı, ixtisas tanınması. O cümlədən bu bir neçə artıq ixtisaslara tətbiq olunub, maliyyə və s. Və bunlar imtahan verdikdən sonra diplomlar tanınır. Amma hər il biz müşahidə edirik ki, Elm və Təhsil Nazirliyi, Tabi Agentlik, Təhsil Keyfiyyət Təminat Agentliyi tərəfindən müvafiq olaraq müəyyən rüb ərzində müraciət edən 1000 nəfərin içərisində tutaq ki, 400-ün diplomu geri qaytarıldı, 300-ün diplomu geri qaytarıldı. Amma burada indi çağırışımız ondan ibarətdir ki, hörmətli valideynlər, sizdən xahiş edirik ki, övladlarınızın gələcəkdə bu istiqamətdə problemlərlə üzləşməmələri üçün orta ixtisas təhsili istiqamətində və peşə təhsili istiqamətində yönləndirin. Ən azından ölkə iqtisadiyyatına xeyir versinlər, ölkə büdcəsinə xeyir versinlər. İkincisi də onların gələcək iş imkanları olsun, diplomların tanınması ilə bağlı bir problem olmasın. Biz buna bir çağırış etməliyik ilk növbədə. Yəni, hər kəsin ali təhsil almaq kimi bir öhdəliyi yoxdur. Hamının təhsil almaq hüququ var, bu konstitusiya ilə təsbit olunur. Amma hər kəsin də ali təhsil almaq kimi bir öhdəliyi yoxdur. Kiminsə qarşısında və yaxud da nəsə qarşısında bu öhdəliyi daşımırlar. Yalnız müəyyən təşkilatlar, ola bilər ki, işə qəbul zamanı bu gün ali təhsil tələb olunur. Mən yenə də haşiyədən kənara çıxacağam. Təxminən 3-4 gün bundan öncə ali təhsil alan, hətta deyərdim ki, ən prestijli ixtisaslı təhsil alıb, Azərbaycan hüquq ixtisası bitirib, vəkil işləyib uzun müddət.
Mənə burası dedi ki, Elçin müəllim, mən istəyirəm ki, kollec təhsili alım. Soruşam kollec təhsilini. Niyə? Deyir ki, tibb bacısı olaraq çalışmaq istəyirəm. Hüquq təhsili alıb, vəkil işləyib uzun müddət və soruşum ki, niyə? Deyir ki, artıq özümü o sahədə görürəm. Fikir verin və deyir ki, bu sahədə tələbat var. Yorulub bu tərəfdə və bu sahədə çalışmaq istəyir. Dövlət tərəfindən də imkan yaradılıb Vüsal xanım ki, hər bir vətəndaşımız ali təhsil alıbsa, imtahan vermədən orta yaşlı təhsil məsələlərini təhsil ala bilər. Neçə ildir ki, Nazirlər Kabinetinin qərarı var və hər ildə elə bu aylarda... Bu demək deyilmi ki, biz ali təhsil almaq üçün çox tələsirik deyə. Çox erkən yaşda qərar veririk və bəzən kim olmaq istədiyimizi məzun olandan sonra tapmış oluruq ki, bu da ikinci təhsilə üst tutmaq. Və onun üçün də deyirəm ki, o kateqoriyalara görə ki, bölənlər var, böldüklərimiz var. Onlar ali təhsildə gəlib müəyyən bir həddə çatanda siz təsəvvür edin ki, artıq məcbur olub ikinci ali təhsil alırlar. 3 dəqiqəmiz qalıb. Gəlin bu